Gəlin məsələ başladığımız yerdən başlayaq. İlk öncə qəhvəyi mərmər bağacığı bu mənim həssas olduğum mövzulardan biridir. Buna işğalçı növlər deyirlər, invaziv növlər. Yəni bunlar Azərbaycan təbiətinə aid olmayıb, sonradan ölkəmizə gələn növlərdir. Bu qəhvəyi mərmər bağacığı ilk dəfə 2014-cü ildə Soçi Olimpiyadası zamanı Qafqaz regionuna gəlib, oradan Gürcüstana, Gürcüstandan bizə yayılıb. Buna görə də məhz Şəki-Zaqatala zonasına daha çox rast gəlinir. Təəssüf ki, mən burada bir düzəliş eləməliyəm. Çəkiliklərin əsas qidası onlar deyil. Ümumiyyətlə bu metodu türklər istifadə edir və çox qeyri-effektivdir. Yəni çəkiliklər, qırqovullar bu cür belə həşəratlar yemlər, çünki onlar çox pis qoxu yayır. Yəni ümumiyyətlə bax görürsüz yaranan yanlış siyasi fikirdə. İnformasiya əslində bu. Çünki türklər bu metodu yoxlamağa çalışdılar, amma ona qarşı ən yaxşı mübarizəsi biz bu yaxınlarda bunu Dövlət Kənd Təsərrüfatı Nazirliyində müzakirə edirdik. Bu samuray arıları adlanan bir arı növü var. Bu öz yumurtasını həmin qəhvəyi mərmər bağacığının yumurtasının içinə qoyur və beləliklə onların sayını azaldır və Türkiyədə də bu metoda başlayıblar. Yəni 1 milyona yaxın bu kiçik 2 millimetrlik ölçüsü olan arıları təbiətə buraxırlar ki, həmin mərmər bağacıqlarının yumurtasını məhv eləsin və bunlar da yerli ekosistemə o qədər də ciddi zərər vermirlər. Çünki çox belə deyək, spesifik olaraq həmin qəhvəyi mərmər bağacıqlarının yumurtalarını hədəf alırlar və quşların qidasına çevirirlər.